Salam, bugün bir dəyişənli ifadələrin sadələşdirilməsi mövzusuna baxacağıq. İlk öncə araşdırma müzakirə hissəsinə baxaq. Deyir ki, hər qutuda n dənə karandaş var. Anar əvvəl 3 qutu, sonra isə 2 qutu karandaş alarsa, cəmi neçə ədəd karandaş almış olar? Anar əvvəlcə 3 qutu alıb və hər qutuda da n dənə karandaş var. Yəni ilk öncə 3 vur n, 3n karandaş alıb. 3n üzərinə gəlinsin. Daha sonra 2 qutu, yəni 2n karandaş alıb. Yəni 5n karandaş alıb. Ümumi. O bir qutu karandaşı dostuna bağışlayarsa, onun neçə karandaşı qalar? Bir qutu karandaşda dediyimiz kimi n dənə karandaş var. Bir qutusunu da dostuna bağışlasa, 5n-dən n-i çıxırıq. Əlində 4n ədəd karandaş qalar, yəni 4 qutu. Verilmiş modellərə görə həlli necə izah etmək olar? Aha. Burada işarə edilən 3n karandaş, yəni 3 qutu karandaş birinci səfərdə aldığı karandaşları təmsil eləyir. 2n aldığı karandaş isə ikinci səfərdə aldığı karandaşları təmsil edir. Bunları topladıqda cəm onsuz da 5n eləyir. Burada göstərildiyi kimi. Amma daha sonra bir qutusunu da dostuna verdiyi üçün buradan 1n-i də çıxıblar. Ona görə də 5n çıxılsın, n olur 4n. Modelə görə həlli belə izah olunur. Burada öyrənmə hissəsində sadəcə ekvivalent ifadələr sözünün mənasını demək istəyirəm. Ekvivalent yəni bir-birini əvəz edə bilən. Ekvivalent ifadələr də bir-birini əvəz edə bilən ifadələrdir. Məsələn, 2 vurulsun burada göstərildiyi kimi c üzərinə gəlinsin 5 nəyə bərabərdir? 2-ni birinci c-yə vururuq, 2c işarə eyni qalır. 2-ni daha sonra 5-ə vururuq, üzərinə gəlinsin 10. Bir-birinə bərabərdir də, düzdür. Bir-birini əvəz edən ifadələrdir, əvəz edə bilər bir-birini. Yəni ekvivalent ifadələrdir. Ekvivalent ifadələr bu deməkdir. Daha sonra birinci misaldan başlayaq. Birinci misalda boş xanaya uyğun ədədi tapın. Fikrinizi sahə modelinə əsasən izah edin deyilir. Biz burada düzbucaqların sahəsini tapmalıyıq, sahələrini tapmalıyıq. Sahəsini tapanda da eni uzunluğa vururuq. Məsələn, A variantında bu düzbucaqlının eni 3-dür, uzunluğu isə x və 2 ifadələrinin cəmidə, yəni x üzərinə gəlsin 2-dir. B-də də y üzərinə gəlsin 4-dür. C-də də 3 üzərinə gəlsin A-dır. Deməli, A-da göründüyü kimi 3 vurulsun, x üzərinə gəlsin 2 onsuz da verilib. Və ilk ifadə də verilib 3x niyə? Çünki 3-ü toplama ifadəsinin ilk həddinə vuranda 3 vurulsun x onsuz da 3x eləyir. Daha sonra işarə dəyişmir, üstəgəl 3 vurulsun 2 də 6 eləyir. Buradakı boşluğun cavabı 6-dır. Daha sonra keçək B variantına. Burada n-imiz 7-dir. Uzunluğumuz da y üzərinə gəlsin 4-dür. Verilib burada hasilimiz. Daha sonra bunu açmalıyıq. 7-ni y-ə vuranda burada 7y, yəni 7 vurulsun y üzərinə gəlsin. 7-ni də 4-ə vuranda 28 eləyir. İşarə də təbii ki dəyişmir. Keçək C variantına. Burada n-imiz neçədir? 2-dir. Uzunluğumuz isə 3 üzərinə gəlsin A-dır. Burada hasilimiz yenə də verilib. 2 vurulsun 3 üzərinə gəlsin A. 2-ni 3-ə vurduqda neçə eləyir? 6. İşarə təbii ki dəyişmir. 2-ni də A-ya vuranda 2 vurulsun A 2A edir. Bu boşluğun da cavabı oldu 2. Keçək ikinci sual. Vurmanın paylama xassəsini tətbiq etməklə verilən ifadəyə ekvivalent ifadə yazın. Yəni onu əvəz edə bilən, ona bərabər olan ifadəni yazırıq. A variantında verilib bizə 4 vurulsun x üzərinə gəlsin 3. Gəlin bu ifadəni açaq. Paylama xassəsini tətbiq etməklə yazaq. 4 vurulsun x üzərinə gəlsin 3. Birinci x-ə vururuq 4-ü. 4 vurulsun x, yəni 4x üzərinə gəlinsin. Daha sonra 3-ə vururuq 4-ü. Üzərinə gəlinsin 12 edir. A-da cavabımız 4x üzərinə gəlsin 12-dir. Keçək B-yə. 6 vurulsun x üzərinə gəlsin 5. Bu da oxşuyur. 6-nı vururuq x-ə. 6x. 6 vurulsun x-ya da. Üzərinə gəlsin. 6-nı 5-ə vururuq 30. C-də də həmçinin 9-u vururuq 3m-ə. 3 vurulsun m-də deyə bilərik buna. 9-u ilk öncə 3-ə vururuq. Bunun qarşısındakı əmsalı. Əmsal deyilir dəyişənin qarşısındakı rəqəmə. 9-u 3-ə vuranda neçə eləyir? 27. Bu ifadənin cavabı olur 27m. Çıxılsın. Daha sonra işarə dəyişmir. 9-u da 2-yə vururuq 18.
D-də də 2-də 1 vur 4. Əmsalına vururuq x-in. 2-də 1-i 4-ə vuranda cavabımız eləyir 2. Burada vuraq. 2-də 1 vur 4. Bunun aşağısında da 1 var. Görünməz 1. 2-ni 4 ilə ixtisar aparırıq. Burada 2 qalır. 1 onsuz da məxrəcdə olan bir sayılmır. 1-i də 2-yə vururuq. Cavabımız eləyir 2. 2-də 1-i 4-ə vurduq. 2, 2x üzərinə gəlinsin. 2-də 1-i daha sonra 8-ə vururuq. Burada vuraq. 2-də 1 vur 8. 2 ilə 8 ixtisar gedir. Burada 4 qalır. 4 ilə də 1-i bir-birinə vururuq. Cavabımız eləyir 4. 2-də 1 də 8-ə vuranda elədi 4. Burada da cavabımız 2x üzərinə gəlsin 4-dür. Son olaraq yeni eləyək. 0.25 onluq kəsirdir. Bu adi kəsir olaraq. Gəlin birinci belə yazaq, sonra sadələşdirərik. Aha. Belə yazılır. Sonra bu göründüyü kimi 25 ixtisar gedir də. Bu 25-ə böləndə sürət 1 qalır. 100 də 25-ə bölüləndə 4 qalır. Bu 4-də 1-ə bərabərdir. Yəni bunu belə yaza bilərik. 4-də 1 vurulsun 8y çıx 4. O da bərabərdir. 4-də 1-i 8-ə vuranda necə oldu? Burada hesablayaq. 4-də 1 vurulsun 8. 4 ilə 8 ixtisar gedir. 4-ü 4-ə böləndə 1 qalır. 4-ü 8-ə böləndə burada 2 qalır. 1 ilə də 2-ni vururuq. Cavabımız 2 eləyir. 2y çıxılsın. 4-də 1 də 4-ə vuranda cavab 1 eləyəcək. 4-də 1 vur 4. Hər ikisi 4-ə ixtisar gedir. 1-i də vururuq. Burada da 1 qalır. 1-ə. Cavabımız 1 eləyir. Yəni çıxılsın 1. Y-nin də cavabı 2y çıxılsın 1 eləyir. Keçirik 3-cü suala. Deyilir ki, boşxanalara elə ədəd yazın ki, dəyişənin istənilən qiymətində bərabərlik doğru olsun. Vurma əməlini yenə də yerinə yetiririk. 8 vurulsun. A variantında deyilir ki, 8 vurulsun, n üzərinə gəlsin 5. 8-i n-ə vurub 8-in yazıblar. Üzərinə gəlsin, biz də 8-i 5-ə vurub 40 yazırıq bu kvadratın yerinə. B variantında deyilir 9 vurulsun, s çıx 4. 9-u s-yə vurub 9s yazıblar. Çıxılsın 9 vur 4-də 36. 36 yazırıq. S-də də 6 vurulsun 7 üstə gəl 2y. 6-nı 7-yə vurub 42 yazıblar. Üzərinə gəlsin dediyim kimi. Y burada dəyişəndir. Hərflər bizim dəyişənimizdir. Onun qarşısındakı ədəd onun əmsalıdır. Yəni 2y 2 dənə y-də 2 vurulsun y. 6-nı da 2y-ə vuranda 6 da bir əmsaldır özü. Bir ədəddir. 2 də ədəddir. 6 və 2-ni bir-birinə vurub 12y yazırıq. Yəni 12 vurulsun y. Bu kvadratın da yerinə 12 yazırıq. Keçək 4-cü suala. 4-də deyilir ki, hansı bərabərliklər dəyişənin istənilən qiymətində doğrudur, hansılar isə doğru deyil. Doğru olmayanları müəyyən edin və səhvi düzəldin. Yəni bir-bir yoxlayacağıq. Başlayaq birincidən. 2 vurulsun x üzərinə gəlsin 3. 2-ni birinci x-ə vururuq 2x. Bu hissə doğrudur. 2-ni də 3-ə vururuq 3. Bu hissə yanlışdır. Burada nə olmalıydı? 6 olmalıydı. Daha sonra 3 vurulsun x minus 1. 3-ü x-ə vururuq 3x. Bu hissə doğrudur. Çıxılsın 3-ü də 1-ə vurmalıydıq. Çıxılsın 3 olmalıydı. Bu hissə də yanlışdır. Burada çıxılsın 3 olmalıydı. 4 vurulsun x minus 1. 4'ü burada vururuq x-ə 4x. Burada qarşılıqlı ifadələrdir. 4x, daha sonra 4'ü də 1-ə vururduq. 4x çıxılsın 4. Bu ifadənin aydın görünmədi. 4x çıxılsın 4. Aha. Bu ifadənin qiyməti nə olacaq? 2-ni vururuq 2x-ə. Dediyim kimi əmsalları bir-birinə vurub yanına hərfi, yəni dəyişəni yazırıq. 4x çıxılsın. 2-ni də 2-yə vururuq 4. Bu ifadələr deməli bərabərdir. Bu doğrudur. Tam doğrudur. Daha sonra bu iki ifadənin açılışını yazaq. Burada 6-nı vururuq x-ə. 6x üzərinə gəlinsin. 6-nı vururuq 3-ə 18. Bərabərdir. 3-ü vururuq 2x-ə. Əmsalları vurub dəyişəni yanına. 6x. Üzərinə gəlsin 3-ü də 6-ya 18. Bərabər olduğuna görə deməli bu bərabərlik də doğrudur. Keçək buna. 6 vurulsun x. 6x. Üzərinə gəlinsin. 6-nı vururuq 3-ə 18.
bərabərdir. 6x üzərinə gəlsin 18. Bu da deməli doğrudur. 6 vurulsun x, 6x üzərinə gəlsin 6 vur 3, 18. Burada da 6x üzərinə gəlsin 12 yazılıb. Deməli bu da yanlışdır. Keçək digər suala. Burada kiçik bir öyrənmə hissəsi var. Ortaq vuruğu mötərizə xaricinə çıxarmaqla sadələşdirmə. Burada baxaq biz verilən nümunələrə. A vurulsun S, üzərinə gəlsin B vurulsun S. Siz bu ifadələr içində ortaq nə görürsünüz? S-dir də, düzdür. A və B fərqlidir. A vur S bir ifadədir, B vur S bir ifadədir. Bunlar arasında ortaq olan da S-dir. S-ni mötərizə xaricinə çıxardırıq, mötərizəni açırıq. Buradan bu ifadəni S-yə böləndə nə olur? S ilə S gedir də, düz deyil. A vurulsun S ifadəsidir. Buradan S-ni götürürük, sadəcə A qalır. A üzərinə gəlsin deməli. B vurulsun S ifadəsində S-yə böldükdə B qalır. Bu ifadə alınır, yəni ortaq vuruğu mötərizə xaricinə çıxardanda. Bunu yenidən biz vurub bərpa eləyə bilərik. S-ni vur A-ya, A vur S, üzərinə gəlsin. S-ni vur B-yə, B vur S. Baxın, bərpa oldu. Yəni ortaq vuruğu mötərizə xaricinə çıxartmaq bu deməkdir. Burada məsələn bu nümunənin çıxma olan versiyasıdır. Plus çıxma heç fərqi yoxdur da, yəni ortaq vuruğu mötərizə xaricinə çıxardanda yenə də eyni belə olacaq. Mən istəyirəm ki, əmsal və dəyişən olan hissəni sizə izah eləyim. Burada 5n üzərinə gəlsin 3n olan ifadədə, yəni 5n bir ifadədir, 3n bir ifadə. Bunun toplaması da bir ifadədir. 5n üzərinə gəlsin 3n. Siz burada ortaq nə görürsünüz? N-dir də, düzdür, ortaq olan. Gəlin n-i çıxardaq çölə. 5n-i n-ə böləndə nə qalır? 5. İşarə dəyişmir, üzərinə gəlinsin. 3n-i n-ə böləndə nə qalır? 3. Düzdür? Baxın, siz bunu yenə də vuraraq bərpa eləyə bilərsiniz. N-i vurursunuz 5-ə 5n, üzərinə gəlsin. 3-ü də n-ə vurursunuz 3n. Görürsünüz, bərpa oldu. Mən bunu istəyirəm 2, burada verilməyib, 2 ədədin bir-birinə vurulması ilə eləyim. Məsələn, 15 çıxılsın 10. Burada belə ilk baxanda ortaq heç nə yoxdur. Amma əslində var. Burada ortaq vuruq var. 15 nədir? Hansı ədədlərin bir-birinə hasilidir? 5 vurulsun 3. Düzdür. Bəs 10. 5 vur 2. Düzdür. Siz 5 vur 3 çıxılsın 5 vur 2 ifadəsində ortaq nə görürsünüz? Ortaq 5-dir də, düz deyil. Gəlin 5-i çıxardaq çölə, mötərizə xaricinə. Burada nə qalır? 5 vur 3 5-ə böldükdə nə qalır? Yəni 15-i 5-ə böləndə 3 qalır da, düz deyil. Çıxılsın 5 vur 2-ni. 10-u 5-ə bölün, 2 qalır da, düzdür. 2. 5 vurulsun 3 çıxılsın 2. Bunu mötərizəni yenə də vurub bərpa eləyə bilərsiniz. 5 vurulsun 3 15. Çıxılsın 5 vurulsun 2 10. Gördünüz, bərpa olundu. Ümid edirəm ortaq vuruğu mötərizə xaricinə çıxartmağı başa düşdünüz. Keçək digər misallara 5-ə. Bizə burada nümunə verib, digərlərini də özümüzün eləməyini istəyir. Nümunədə deyir 4n üzərinə gəlsin 3-ün çıx 2. Həllidə 2 üsul verib bizə, birinci üsul və ikinci üsul və açıqlama. Deməli, birinci üsulumuz nədir? İlk öncə 4n və 3n-in ortaq vuruğunu çıxardıb mötərizə xaricinə. 4 və 3-ün cəmini hesablayıb. 7-dən çıxılsın 2-nin, daha sonra buradan da n-i çıxardıb. Burada mötərizənin daxilini həll edib və 5n almışıq cavabı. Bu biraz uzun uzadı yoldur. Mən ikinci üsulu tövsiyə eləyərdim sizə. Niyə? Çünki hər birindən birdən ortaq vuruğu mötərizə xaricinə çıxardıb həll eləyir. Burada bir dənə n-i çıxardırıq, daha sonra mötərizə daxilini həll eləyirik və 5-in cavabımızı alırıq. Rahatdır yəni. Açıqlamamızı da necə yazırıq? Kublar vasitəsilə ilk öncə 4n və 3n-i toplayırıq. Çünki bunlar toplamadır. Amma 2n-i də belə çıxırıq. X-lər vasitəsilə. Gəlin başlayaq. Bunun üçün mənə geniş vərəq lazımdır, boş vərəq. Biraz da qalın olsun. Baxaq A variantına. A variantında bizə nə deyir? 7s üzərinə gəlsin 2s. Burada biz ortaq nə görürük? Əlbəttə ki, s-ni görürük. S-ni çıxardırıq mötərizə xaricinə. 7 s-ni s-yə böləndə biz nə aldıq?
7 aldıq. Üzərinə gəlsin 2-ni də S-yə böləndə 2 alırıq. Vuranda da yenidən bərpa eləmək olur. Açıqlamasını da gəlin yazaq. Variantlar çoxdur, hamısını yaza bilməyəcəm. Böyük ehtimal. Amma bacardığım qədərini yazacağım. Aha. 7n burada. N yox, S. 2S də buradır. Cəmdir, yəni. Burada çıxma yoxdur deyə yazmayacağım. Yəni, bu cür olacaq. Digərlərinin açıqlamasını yazmayacağım. Çox vaxtımızı aparacaq. Keçək B-yə. 4x üzərinə gəlsin 3x. Burada x-i çıxarırıq mötərizə xaricinə. Çünki orta olanımız x-dir. 4x-i x-ə bölürük 4. Üzərinə gəlsin 3x-i x-ə bölürük 3. Cavabımız olur 7x. Burada cavabı yazmadım. C-ni mötərizə xaricinə çıxartdıq. 7 üzərinə gəlsin 2. Burada da cavabımız olacaq 7-nin üzərinə 2 gələndə 9. Cavabımız 9S eləyir. B-də 7x, 9S. Keçək C-yə. N üzərinə gəlsin 6n. Burada n-i mötərizə xaricinə çıxardırıq. N-i n-ə böləndə uşaqlar nə eləyir? 1 eləyir. Üzərinə gəlsin 6n-i də n-ə bölürük 6 eləyir. 1 üzərinə gəlsin 6, 7. 7 vurulsun n. Yəni 7-nin cavabımız. D variantında 5y çıx 2y. Burada açıqlamasını da çəkəcəm. Çünki çıxdı ona görə. Y-i ortaq gördüyümüzü, yəni y-i mötərizə xaricinə çıxardırıq. 5y y-ə bölürük 5. Çıxılsın 2y y-ə bölürük 2. 5 çıxılsın 2-də 3 elədiyi üçün cavabımız olur 3 vur y, yəni 3y. Açıqlaması belə olacaq. 5 ədəd y çəkirik. 2, 3, 4 və 5. Y, 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 y. Bura 5y yazaq. Yuxarı yazmalıydım, yer yoxdur. Çıxma işarəsini uşaqlar yandan çəkmədikdə bildiniz. Buradan x şəklində bunu silirik. 2 ədəd y. Burada 2y yazırıq. Çıxma formasını bu şəkildə elədik. Daha sonra keçək Y variantına. Burada da çıxmadı, amma artıq çıxma elədim deyə digər heç birinin açıqlamasını yazmayacağım. 8C çıxılsın 3C. C-ni çıxardırıq mötərizə xaricinə. 8-i C-yə bölürük 8. Çıxılsın 3-ü C-yə bölürük 3. Bura 5 eləyir 5C. F 7K çıxılsın K. K-nı mötərizə xaricinə 7K-nı K-ya bölürük 7. Çıxılsın K-nı da K-ya bölürük 1. Bura eləyir 6 bərabərdir 6K. Aha, indi daha uzunlara keçirik. Yeni səhifəyə keçək. G. G-də bizə nə deyilir? 4n üzərinə gəlsin 5n çıx 6n. Mən bayaq dediyim kimi hər birindən bir dəfəlik şəkildə 2-2 yox, qruplaşdırmaq lazım deyil. Ehtiyac yoxdur. Sadəcə işinizi uzadacaqsınız və çətinləşdirəcəksiniz. N-i çıxardırıq mötərizə xaricinə, çünki üçündə də ortaq sadəcə n var. 4n-i n-ə bölürük 4. Üzərinə gəlsin 5n-i n-ə bölürük 5. Çıxılsın 6n-i n-ə bölürük 6. 4 üzərinə gəlsin 5, 9. 9-dan da 6-nı çıxırıq 3. Cavabımız eləyir 3-ü. Yəni çətin heç nə yoxdur. Gəlin bunu da açıqlamasını çəkək. Son olaraq. 1, 2, 3, 4. 4 belə 4-in. Üzərinə gəlsin 5, 1, 2, 3, 4, 5. Beşin. Çıxmanı da necə yazdıq? Aşağıdan yazdıq. X ilə işarə edirik. 1, 2, 3, 4, 5 və 6. Bu da oldu 6. 6. G-də də belə oldu.
Cavabımız da yekunda 3n oldu. Keçək H-a. 7m çıx 2m çıx 3m. Aha. Bərabərdir. Ortaq nə görürük? M görürük əlbəttə ki. 7m m-ə bölürük 7. Çıxılsın 2m m-ə 2. 3m də m-ə 3. Bərabərdir də 7-dən 2 çıxanda neçə eləyir? 5. 5-dən də 3 2. Cavabımız eləyir 2 vurulsun m 2. İyə baxaq. 3c üzərinə gəlsin 6c. Üzərinə gəlsin c. Bərabərdir. Ortaq gördüyümüzü ötərizə xaricinə 3c-ni c-yə bölürük 3, 6 və 1. 3-ün üzərinə gəlirik 6, 9, 9-un üzərinə 1, 10. 10 vurulsun c, 10 c. Və son olaraq c-yə baxaq. C. 5x çıxılsın x, üzərinə gəlsin 2x. Ortaq gördüyümüzü çıxardırıq. 5 çıx 1, üzərinə gəlsin 2. 5-dən 1-i çıxırıq 4, üzərinə 2, 6, 6 vurulsun x, 6x də cavabımız olur. Keçək 5-ci suala. Boş xanalara elə ədəd yazın ki, dəyişənin istənilən qiymətində bərabərlik doğru olsun. Aha. Deməli, A variantında cavabımız 10n olmalıdır. 3n üzərinə neçə vurulsun n? Neçə n gəldikdə 10n eləməlidir. Burada yenə də ortaq vurğu kənara çıxartmalıyıq. Gəlin izah eləyə deyim sizə. Burada 3n üzərinə gəlsin. Bu kuba x deyək, ya da elə kub götürək gəlin. N-i mötərizə xaricinə çıxardıram. 3 üzərinə gəlsin kub vur n deyil. N-i mötərizə xaricinə çıxartdığım üçün burada 3 üzərinə gəlsin kub yazırıq. Mötərizə daxilinə. Bu nəyə bərabər olur? 10 ilə. N vurulsun 3 üzərinə gəlsin kub n. Bərabərdir 10 ilə. Yəni burada n bu n-ə bərabərdirsə, deməli bu ifadə də 10-a bərabər olmalıdır. Yəni 3 üzərinə gəlsin kub əslində 10-a bərabərdir. Burada da bu nəticə çıxır ki, kub da bərabərdir 7. 3-ün üzərinə nə gələndə 10 eləyir? 7. Keçək B variantına. Burada da kub vurulsun x çıxılsın 3x bərabərdir 5x. Aha, burada da ortaq olan nədir? X-dir. X-i mötərizə xaricinə çıxardırıq. Mötərizəni açırıq. Kub x-i x-ə böləndə neçə eləyir kub? Rəqəm kimi yanaşında, yəni 3x-i x-ə böləndə neçə eləyir? 3. Bərabərdir 5x. Əslində bunu belə də izah edə bilərəm. Hər iki tərəfi x-ə ixtisar eləyin, x-ə bölün. Kub çıxılsın 3 bərabərdir 5 eləyir burada cavab. Kub çıxılsın 3 bərabərdir 5-də də. Deməli, nədən 3 çıxanda 5 eləyir? Kub da bərabər olur 8-ə. Yəni 3-ü burada bərabərliyin sağ tərəfinə atırıq. 5 üzərinə gəlsin 3 olur. Kub da 8-ə bərabər olur. Son olaraq C-yə keçək. C-də m üzərinə gəlsin 7m, çıxılsın kub m bərabərdir 2m deyir. Üçlü olmağı sizi heç qorxuzmasın. Yenə də ortaqları m-i mötərizə xaricinə çıxardırıq. M-i m-ə böləndə neçə eləyir? 1. Üzərinə gəlsin. 7m-i m-ə böləndə neçə eləyir? 7. Çıxılsın. Kub m-i də m-ə böləndə kub eləyir. Bu da bərabərdir 2m. 1 üzərinə gəlsin 7 nə eləyir? M vurulsun 8 çıxılsın kub. Bərabərdir 2m. Bu m-ləri ixtisar eləyirik. Vurma yazaq gəlin bunların ortasına, daha başa düşülən olsun sizin üçün. M vurulsun 8 çıxılsın kub. Burada da 2 vurulsun m. Burada m-lər onsuz da bərabərdir də. Deməli 2 ilə də 8 çıxılsın kub bərabər olacaq. 8 çıxılsın kub da bərabər 2 olduğu üçün kub da bərabər olur 6. C-də də kubun cavabı 6-dır. Keçək 7-ci suala.
Mən 7-də deyir ki, ortaq vurğu mötərizə xaricinə çıxartmaqla ifadələri sadələşdirin və dəyişənin veriliş qiymətində ifadənin uyğun qiymətini tapın. Aha, yenidən biz ortaq vurğu mötərizə xaricinə çıxartmaq üsulundan istifadə edəcəyik. A-da nə verilib bizə? 6A üzərinə gəlsin 3A, üzərinə gəlsin A. Biz burada ortaq olan nəyi görürük? Əlbəttə ki, A-nı görürük. Bərabərdir A. Mötərizə xaricinə çıxardırıq. 6-nı A-ya böləndə 6. 6A-nı A-ya böləndə 6. Üzərinə gəlsin 3A-nı A-ya böləndə 3. Üzərinə gəlsin A-nı da A-ya böləndə cavabımız 1 eləyir. Bərabərdir. 6-nın üzərinə 3, 9. 9-un üzərinə 1, 10. Yəni cavabımız 10A eləyir. Burada A variantında da bizə A-nı 2.3, 2,3 verib. 10A-nın da cavabı bərabərdir 10 vurulsun. 10 vurulsun A, yəni bərabərdir 10 vurulsun 2.3. Burada onsuz da bilirik ki, biz onluq kəsri 10, 100, 1000 kimi ədədlərə vuranda həmin ədədin neçə dənə sıfırı varsa, vergül bir o qədər qabağa gəlir. Yəni burada bir sıfırı var onun. Ona görə bu vergül bura gələcək. Burada da heç bir ədəd olmadığı üçün bu vergülün bir önəmi yoxdur axı. Cavabımız 23 eləyəcək. Amma əgər bu üsul yadda qalan olmasa sizin üçün 2.3-ü o adi kəsr olaraq necə yazırsınız? 2,3. O da bərabərdir. Düzgün olmayan kəsir kimi də artıq 10 burada olur. 2-ni 10-a vurursunuz 20. Sürəti də 23 olaraq 23 bölünsün 10. Bunu da belə vurursunuz. 10 vurulsun. 10 üzərinə gəlsin. Üstü 23. Burada da nə olur? Bu ilə məxrəc ixtisar olunur. Cavabımız onsuz da 23 olur. Yəni bu üsul çox əlverişlidir sizin üçün. Yəni vaxtınız heç itməz. Amma yəni yadda qalmışsa da belə normal vura bilərsiniz. Baxaq B variantına. A-da elədi cavabımız 23. B. 8C üzərinə gəlsin 9C çıxılsın 2C. Bərabərdir. Ortaq nə görürük? C görürük. 8C-ni C-yə bölürük 8. Üzərinə gəlsin 9. Çıxılsın 2. Bərabərdir. 8-in üzərinə 9 gələndə 15 edir. 15-dən 2 çıxanda 13. 13 vurulsun C, 13C. Cavabımız. C-ni də bizə 8 verib. 13 vurulsun C. O da bərabərdir 13 vurulsun 8. Bərabərdir 13 8-ə vuranda neçə eləyir? 4. 2 yadda 8-də 1-ə vurursunuz 10. Cavabımız 104 eləyir. Keçək C variantına. C. 15-in çıxılsın 3-in çıxılsın 2-in. Burada ortaq n görürük. 15-i n-ə bölürük 15. 3-ü n-ə bölürük 3. 3 çıxılsın 2. Bərabərdir. 15-dən 3 çıxırıq 12. 12-dən 2 çıxırıq 10. 10 vurulsun n cavabımız 10. Burada n-i bizə 5-də 2 verib. 10 vurulsun n bərabərdir 10 vurulsun 5-də 2. Burada 10 ilə 5 ixtisara gedir 5-ə. Burada 1 qalır. Onu da 5-ə böləndə 2 qalır. Burada da 2 ilə 2-ni bir-birinə vururuq 4. Cavabımız burada da eləyir 4. Burada 4 oldu. Burada 23 oldu. Burada da yadımda deyil. 104 oldu. Gəlin 8-ci misala baxaq. İfadəni sadələşdirin və dəyişənin verilmiş qiymətində ifadənin uyğun qiymətini hesablayın. Nümunə verilib, gəlin birinci ona baxaq. 4-in üzərinə gəlsin 2,8, üzərinə gəlsin 5-in çıx 3-in və n-in qiymətində verib bizə. Olduqda həlli. İlk öncə rəqəmi ya burada başa atıblar, siz axıra da ata bilərsiniz. Ortaq vurğu olan ifadələri çalışın yanaşı yazın. Ortaq vurğu olan ifadələri mötərizə daxilinə alıb, daha sonra ortaq vurğu xaricə çıxardıb, mötərizə daxilini hesablayıb, n-i də yerinə qoyub, daha sonra burada və misalda həll eləyib. Yəni asandır, gəlin eləyək. Baxaq A variantına. A-da bizə nə deyir? 2C üzərinə gəlsin 5C
çıx 3C çıx 1,2. Baxın, burada yanaşı verilib. Bizim üçün problem yoxdur ona görə, amma verilməyə də bilərdi. C-ni ortaq vuruğu mötərizə xaricinə çıxardırıq. 2 üzərinə gəlsin 5 çıxılsın 3 çıxılsın 1,2. Mötərizə daxilini hesablayırıq. 2 üzərinə gəlsin 5 7 7-dən 3 də 4. 4C, yəni 4 vurulsun C çıxılsın 1,2. Bizə C-ni nə verib? 2,1. Yox, 2-də 1. 4 vurulsun 2-də 1 çıxılsın 1,2 bərabərdir. 4-ü 2-də 1-ə vurulanda neçə eləyir? 2-yə ixtisar gedirlər. Burada 1 qalır, burada da 2 qalır. 2-ni də 1-ə vururuq 2. 2 çıxılsın 1,2. 2-dən də 1,2 çıxanda 0,8 eləyir cavab. A-nın cavabı 0,8-dir. Keçək B-yə. B-də deyir 8n çıxılsın 7n üzərinə gəlsin 5-in. Üzərinə gəlsin də 4-də 3. Gəlin biz burada ortaq vuruğu mötərizə xaricinə çıxartmadan əvvəl bu 4-də 3-ü onluq kəsir şəklində yazaq. 4-də 3 burada adi kəsirdir. 4-də 3. Amma onluq kəsir kimi yazanda bilirik ki, bu 0,75-də. Bunu %75 kimi yazırıq. Daha sonra bir 25 ixtisar olduğu üçün 75-i 25-ə bölürük 3, 100-ü də 25-ə böldürük 4. Yəni bu %75-in ixtisarında. Ona görə gəlin bunu belə yazaq. Bir daha yazaq 8n çıx 7n üzərinə gəlsin 5n üzərinə gəlsin 0,75 bərabərdir. İndi ortaq vuruğu mötərizə xaricinə çıxarda bilərik. N-i yazdıq bura 8 çıx 7 üzərinə gəlsin 5 üzərinə gəlsin 0,75 bərabərdir. Burada mötərizə daxilini hesablayaq. 8-dən 7 çıxırıq 1, 1-in üzərinə gəlsin 5, 6. 6 vurulsun n, üzərinə gəlsin 0,75 bərabərdir. Bizdə B-də n nə verib? 0,2. 6 vurulsun 0,2, üzərinə gəlsin 0,75 bərabərdir. 6-nı 0,2-yə vuranda bilirik ki, 1,2 eləyir. Gəlin alt-alta burada vuraq. 0,2 vurulsun 6. 6-nı 2-yə vuranda neçə eləyir? 12. 0-a da vuranda 0 eləyir, ona görə onu yazmırıq. 12 yazırıq. Burada vergüldən sonra 1 rəqəm olduğuna görə arxadan bir dənə sayırıq və vergülü bura qoyuruq. Yəni burada hasilin cavabı 1,2 olur. Yerinə yazaq. 1,2 üzərinə gəlsin 0,75. Bunların da cəmini tapmaq lazımdır. Gəlin bunu da alt-alta yazaq. 1,2 üzərinə gəlsin 0,75. Biz bilirik ki, 1,2 əslində %20, 1000-də 200. Yəni yazılmayan hər bir ədədin yerində əslində bir 0 var. Biz bunu bilirik. Ona görə də burada bir 0 olduğunu düşünsək, bu cəmdə 0-ın üzərinə gəlsin 5, 5, 2-nin üzərinə 7, 9, vergülü bura qoyuruq. 1-in də üzərinə gəlsin 0, 1. Yəni B-də də olur cavabımız 1,95. Keçək C variantına. C variantında bizdə deyilir ki, x üzərinə gəlsin 0,8, üzərinə gəlsin 3x, üzərinə gəlsin 0,3. Bu da bərabərdir. Ortaq ifadələri gəlin yanaşı yazaq. X üzərinə gəlsin 3x, üzərinə gəlsin 0,8, üzərinə gəlsin 0,3. Bərabərdir. Buradan x-i mötərizə xaricinə çıxardırıq. X-i x-ə böləndə 1, üzərinə gəlsin 3x-i x-ə böləndə 3. Üzərinə gəlsin. Bu ifadələrdə, bu rəqəmlərdə gəlin toplayaq. 0,8-in üzərinə 0,3 gələndə 1,1 eləyir. Bərabərdir. Burada mötərizənin daxilini hesablayanda 4 alınır. 4 vurulsun x, üzərinə gəlsin 1,1 bərabərdir. Burada x-i 1,5 verib. 4 vurulsun 1,5, üzərinə gəlsin 1,1. Bu da bərabərdir. Gəlin bunu da alt-alta vurma ilə yazaq. 1,5 vurulsun 4. 4-ü 5-ə vuranda 20 eləyir, 0, 2 yadda.
4'ü 1'ə vuranda 4 eləyir. Üzərinə gəlsin 2, 6 eləyir. Burada vergüldən sonra da bir rəqəm olduğu üçün arxadan sayırıq 1, vergülü bura qoyuruq. Sıfırın da heç bir mahiyyəti olmadığı üçün bu hasilin cavabı eləyir 6. 6 üzərinə gəlsin 1,1. O da eləyir 7,1. C-nin də cavabı eləyir 7,1. Keçək növbəti suala. 9-da bizə nümunə verilib, həlli də verilib. 3 vurulsun x üzərinə gəlsin 2, çıxılsın 2x. Burada vurub mötərizəni açıb, daha sonra buradan da ortaq vuruq çıxararaq x-i tapıb və bu ifadəni yazdım. Gəlin biz də yazmaya başlayaq. Deməli 5m A-da 5m üzərinə gəlsin 5, üzərinə gəlsin 2. Amma burada açıqlamada yazıb ki, vurmanın paylama xassəsi və toplamanın yerdəyişmə xassəsinə əsasən sadələşdirilir. Yəni ortaq vuruğu mötərizə xaricinə çıxartmaq deməyib. Gəlin mən iki cürə də sizə izah edeyim. Bərabərdir burada 5m və 2m yanaşı yazaq. 5m üzərinə gəlsin 2m, üzərinə gəlsin 5. Bərabərdir, bərabərdir. Burada m mötərizə xaricinə çıxardaq. 5m m-ə bölürük 5, 2m m-ə bölürük 2. Üzərinə gəlsin 5. 5-in üzərinə 2 gələndə 7. 7m üzərinə gəlsin 5. Cavabımız bu ifadə eləyir. Amma gəlin bunu belə də yaza bilərik. 5m üzərinə gəlsin 5. Üzərinə gəlsin 2m deyil. Bunları yanaşı yazaq, yenə də rahat olsun. 5m üzərinə gəlsin 2m, üzərinə gəlsin 5. Burada 5 ədəd m və 2 ədəd m toplananda onsuz da 7m eləyir. Bu aydındır. Yəni bunu ortaq vuruğu mötərizə xaricinə siz beyninizdə də avtomatik olaraq çıxarda bilərsiniz əslində və bunu yazmadan. Çünki burada həldə verilməyib. Ona uyğun belə çıxır ki, əslində yazmamalısınız. 7m üzərinə gəlsin 5. Cavabımız yenə də belə olur. Keçək B variantına. 3 vurulsun 5m. Üzərinə gəlsin 7, üzərinə gəlsin 4. Bərabərdir. 3'ü vururuq 5-ə. Burada bayaq dediyim kimi videonun başında əmsalları vururuq, yanına da dəyişən yazırıq. 15m yanında oxşar ifadə 4m üzərinə gəlsin 7. Bərabərdir. 15 ədəd m-in üzərinə 4 ədəd m gələndə ağlımızda 15 ilə 4'ü toplayırıq 19. 19m. Üzərinə gəlsin 7. İfadəmizin cavabı budur. Daha sonra C 0,5 vurulsun 2m, çıxılsın m. Bərabərdir. Yenə də əmsalları bir-birinə vururuq. 0,5'i 2'yə vuranda cavabımız eləyir 1. 1'i də yazmadığımız üçün 1m m-ə bərabərdir. Çıxılsın m. M-dən də m çıxanda cavabımız 0 eləyir. C variantına. 6 vurulsun x üzərinə gəlsin 1, çıxılsın 2x. Bərabərdir. İlk öncə vurub mötərizəni açırıq. 6'nı x-ə vururuq 6x. Üzərinə gəlsin 6'nı 1'ə vururuq 6. Çıxılsın 2x. Bərabərdir. 6x üzərinə çıxılsın 2x. 6x çıxılsın 2x. Üzərinə gəlsin 6. Bərabərdir. 6x-dən 6 ədəd x-dən 2 ədəd x-i çıxanda 4x eləyir. 4x üzərinə gəlsin 6. İfadəmizin cavabı budur. Y variantını yazaq. 2x üzərinə gəlsin 3 vurulsun x minus 2. Bərabərdir. Yenə də mötərizəni vurub açırıq. 3 vurulsun x. Çıxılsın 3 vurulsun 2 6. Bərabərdir. Yanaşı da onsuz 2 ədəd x-in üzərinə 3 ədəd x gələndə 5x eləyir. 5x çıxılsın 6. İfadəmizin cavabı budur. F 4x üzərinə gəlsin 5 vurulsun x minus 1. Bərabərdir. 4x üzərinə gəlsin 5'i vururuq x-ə 5x. Çıxılsın 5'i 1'ə 5. Bərabərdir də 4x-in üzərinə 5x gələndə 9x eləyir cavabımız. 9x çıxılsın 5. İfadəmizin cavabı budur. G-ni yazaq.
7x üzerine gelsin 2 vurulsun x üzerine gelsin 4 beraberdir. 7x üzerine gelsin 2'ni vururuz x'e 2x üzerine gelsin 2 vururuz 4'e 8 beraberdir. 7x'in üzerine 2x gələndə 9x eləyir. Üzerine gelsin 8. İfademizin cevabı budur. Qalanları da tam olarak eynisidir. Yəni fərqli heç biri yoxdur deyə. Ona görə keçək misalına. Kimin fikri doğrudur? İzah edin. Deməli, anar deyir ki, C-nin istənilən qiymətində 2C üzərinə gəlsin 3C üzərinə gəlsin 1 ifadəsinin qiyməti 1-ə bərabərdir. C-nin istənilən qiymətində. Layla isə deyir ki, yalnız C bərabərdir 0 olduqda bu ifadənin qiyməti 1-ə bərabər olur. Gəlin ilk öncə C dəyişəninə qiymət vermədən bu ifadənin qiymətinə baxaq. Deməli, 2C üzərinə gəlsin C çıx 3C üzərinə gəlsin 1 ifadəsinin qiymətinə baxaq. Bunu bayaq dediyim kimi burada bilirsiniz ki 1 var. Bunu ağlınızda da toplayıb çıxıb yaza bilərsiniz. Amma rahat olmaq üçün gəlin yazaq. Bu 3 ifadənin ortaq olan qiymətini kənara mötərizənin xaricinə çıxardırıq. Yəni C-ni. C 2C-ni C-yə bölürük 2. Üzərinə gəlsin C-ni C-yə bölürük 1. Çıxılsın 3C-ni C-yə bölürük 3. Üzərinə gəlsin 1 bərabərdir. Burada cavab nə olur? 2 üzərinə gəlsin 1 3. 3-dən də 3 çıxırıq 0. 0 vurulsun C. Üzərinə gəlsin 1. Deməli, burada 0 C-yə vururuq və üzərinə 1 gəlirik. Anar burada deyir ki, C-nin istənilən qiymətində onsuz da bu ifadənin qiyməti 1-ə bərabərdir. Layla da deyir ki, yalnız C 0 olanda bu ifadənin qiyməti 1-ə bərabərdir. Amma onsuz da bu ifadənin 1-ə bərabər olmaq üçün olmalıdır? Bu hasil 0-a bərabər olmalıdır. 0 üzərinə gəlsin 1 də 1 olmalıdır da, düz deyil. Bu hasil onsuz da 0-a bərabər olacaq. Çünki 0 vurulsun C-dir. C istəyir 1 olsun, istəyir 10 olsun, istəyir 100 olsun. 0 vurulsun C, üzərinə gəlsin 1 ifadəsinin qiyməti hər halda 1 olacaq. Ona görə anar düz deyir. C-nin istənilən qiymətində bu ifadənin qiyməti 1-dir. Baxaq 11-ə. Şəklə görə ölçüləri santimetrlə verilmiş düzbucaqlının uzunluğunu, perimetrini və sahəsini hesablamaq üçün ifadələr yazın. Aha, baxaq. Düzbucaqlını çəkək. Ya da üzərinə işləyək. İfadələr yazın. Uzunluğu. Bizdə düzbucaqlının eni nə oldu? Eni nədir? 3. Düz deyil. Uzunluğu nədir? 3 üzərinə gəlsin A ifadəsidir. Deməli, uzunluğunun ifadəsi nə olacaq? Buraya yazaq uzunluq. 3 üzərinə gəlsin A. Daha sonra nə istəyir? Perimetri. Düzbucaqlının perimetrini necə hesablayırdıq? Bütün tərəflərini toplayırdıq. Bunun 2 ədəd eni var, 2 ədəd uzunluğu. Enini vururuq 2-yə, 2 vurulsun 3, üzərinə gəlsin 2 vurulsun uzunluq. Yəni 3 üzərinə gəlsin A. Gəlin bu ifadəni açaq. 2-ni 3-ə vuranda neçə edir? 6. Üzərinə gəlsin 2-ni vurun 3-ə 6. Üzərinə gəlsin 2 vur A, 2A. O da bərabərdir 12 üzərinə gəlsin 2A. Perimetrdə bərabər olur 12 üzərinə gəlsin 2A-ya. Daha sonra bizdən sahə istəyir. Gəlin sahəsini də hesablayaq. Düzbucaqlının sahəsi necə hesablanırdı? N vurulurdu uzunluğa. Yəni 3 vurulsun 3 üzərinə gəlsin A. 3 vurulsun 3 9 üzərinə gəlsin 3 vurulsun A 3A. Sahə 9 üzərinə gəlsin 3A. İfadələri yazın. A bərabərdir 5 olduqda düzbucaqlının perimetri və sahəsi nə qədər olar? Perimetri 12 üzərinə gəlsin 2A'dır. A-nın yerinə də 5 qoyaq. 12 üzərinə gəlsin 2 vurulsun 5 bərabərdir 2 vurulsun 5 10'dur. Onun da üzərinə 12 gələndə 22 eləyir.
Sahə də 9 üzərinə gəlsin 3 adı. 9 vurulsun 3 vurulsun. 9 üzərinə gəlsin 3 vurulsun 5. Bura eləyir 15. 9-un üzərinə də 15 gələncə cavabımız edir 24.